Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə şəhərin mərkəzində, İçəri şəhər metrosundan piyada 7-8 dəqiqə məsafədə möhtəşəm yerləşməsi olan 4 otaqlı bir mənzili təqdim edirəm. Başlamadan öncə siz 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Dediyim kimi gözəl yerləşməsi var, Axundov bağın yanındadır. İçəri şəhər metrosundan piyada 7-8 dəqiqəlik maksimum məsafədədir. 4 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Dediyim kimi 4 otaqlı mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Gəlin giriş hissəsindən göstərim bir-bir və hər bir şeyi də nəzərinizə çatdırım. Bura giriş hissəsidir. Buradan daxil olduqda buradan keçirik mənzilin qonaq otağı hissəsidir. Bura yəni kvadrat şəklindədir. Yəni bu proyektləri yəqin ki bilirsiniz. Xüsusi proyektdə olur. Yəni digər köhnə binalarda olduğu kimi deyil. Hündürlük də yaxşıdır. Yəni təxminən 4 metrə yaxın hündürlüyü var. Dediyim kimi kvadrat şəklində qonaq otağı var. Təxmini ölçüsü 25-26 kvadrat var. Yəni bura əşyalarınızı burada görürsünüz yerləşdirilib. Yeni əşyalar da olsa istədiyiniz kimi rahat yerləşdirə bilərsiniz. Döşəməsi parketdir. Təbii ki biraz təmirə ehtiyacı var. Alan şəxs yenidən də təmir elə bilər. Bu vəziyyətdə də yaşaya bilər. Yəni hər bir şəraiti var. Qaz, su, işıq bunlar hamısı daimidir. Qonaq otağını göstərdim. Mətbəx isə burada yerləşir. Buranı göstərim. Mətbəx mebeli yenidir. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Yeni yığılıb, keyfiyyətlidir, materialı da onu nəzərinizə çatdırım. Dediyim kimi hündürlük də yaxşıdır. Kondisionerlər hamısı da var, hazırdır. Bu hissədə də yenə burada mənzilin yerləşir. Sanitar qovşağı. Gəlin buranı göstərim sizə. İçərisi də genişdir, rahatdır. Görürsünüz. Duş kabinimiz yığılıb bu hissədə. Rahat sanitar qovşağı var. Keçək mən sizə göstərim yataq otaqlarını. Burada yerləşir mənzilin bir yataq otağı. Yataq otaqlarının ölçüsü yaxşıdır. Yəni yataq dəstinizi rahat yerləşdirə bilərsiniz. Buranın təxmini ölçüsünü nəzərinizə çatdırım sizə 18-20 kvadrat olar. Belə deyim, yerləşmə təxmini belədir. Taxtın yeri burada yerləşdirə bilərsiniz. Bu hissəyə şkafı, bu hissədən də meykaf və digər əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Buradan da pəncərə bayaq göstərdiyim küçəyə baxır. Dediyim kimi gözəl yerləşməsi var. Şəhərin demək olar mərkəz hissəsidir. Yəni demək olar deyil, şəhərin mərkəz hissəsində yerləşir. Keçək mən sizə buradan göstərim ikinci yataq otağı. Nəzərə çatdırım ki, mənzil 4 otaqlı mənzildir. Bura əsas yataq otağı deyim, digər yataq otağından ölçü olaraq çoxdur. Yəni təxmini 3-4 kvadrat artıqdır. Burada da görürsünüz yataq dəstimiz tam rahatlıqla yerləşib görürsünüz. Taxtımız, orada şkafımız var. Dərinlikdə çoxdur və bilmirəm videoda hiss olunur yoxsa yox. Yəni canlı baxanda da şahid olacaqsınız. Dediyim kimi mebellər böyük ölçülüdür. Ona baxmayaraq tam rahatlıqla yerləşir. Buranın da təxmini ölçüsü 22-23 kvadrat olar. Buradan mən sizə göstərim 3-cü yataq otağın digər yataq otaqlarından balacadır. Buranın uşaq otağı kimi də istifadə edə bilərsiniz. İş otağı kimi də istifadə eləmə imkanınız var. Buradan da baxış yenə həmin küçəyədir və proyekt də belədir. Yelçəkən, yəni skvaznoy mənzildir. Həm yola baxır, həm də həyət istiqamətinə baxır. Və onu nəzərinizə çatdırım ki, burada belə bir imkan da var o tərəfdə. Bura 4 otaqlı mənzildir, əlavə olaraq 2 otaqlı da mənzil var. İstəsəz onu da əlavə ödəniş eləməklə alıb, bura qatıb 6 otaqlı mənzil də eləyə bilərsiniz. Yəni bu imkan da var. Yerləşir 4 mərtəbəli binanın ikinci bir mərtəbəsində. İstəyə uyğun alıb buranı iş yeri kimi də, ofis kimi də istifadə eləmək imkanınız var. Yəni hər istiqamətə uyğundur. Dediyim kimi yerləşməsi də əladır. İçəri şəhərdə, İçəri şəhər metrosundan 7-8 dəqiqəlik piyada məsafədə Axundov bağın yanındadır. Belə mən demək olar hər şeyi sizə göstərdim. Bir daha məlumatları nəzərə çatdırım. 4 otaqlı 100 kvadrat ölçüsü var. Sənədləri qaydasındadır, çıxarışı, yəni kupçası da var və mənzilin qiyməti 470 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.